Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərini bildirirlər və səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağı gözləyirlər. Ümumiyyətlə, bizim insanlara, bizim millətə nə oldusa birdən-birə əczaxanalarda, yəni apteklərdə, xəstəxanalarda son illərdə əməlli başlı növbədir. Hətta özəl xəstəxanalarda da vəziyyət belədir. Vətəndaşların sözlərinə görə müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər saatlarla ayaq üstə qalırlar, növbə sistemi yoxdur, həkimlərin sayı azdır, saat 9-dan gəlmişik və 2-nin yarısıdır. Hələ də növbə gözləyirik. Soruşanda da təkcə bu sözü eşidirik, növbənizi gözləyin. Şikayətlərlə bağlı təbib cavab verib və qeyd edib ki, deməli 6 terapevtik şöbə müvəqqəti olaraq Bilgəh modul tipli xəstəxanaya köçürülüb və burada da pasiyentlər çoxdur və bu səbəbdən müraciət edən şəxslər arasında əlilliyi olan şəxslərin sayı kifayət qədərdir və s. Yəni, malalama açıqlamasıdır.